Çox təşəkkür edirəm, hörmətli sədr, əziz həmkarlar. Hesablama Palatasının 2024-cü il fəaliyyəti haqqında hesabatla həm məzmun, həm peşəkarlıq baxımından yüksək səviyyədə hazırlandığına şahidlik edirik. Üstəlik, yaxşı xatırlayırıq, keçən il burada bəzi həmkarlarımız qrafik təsvirlərlə bağlı hesabatın gücləndirilməsini təklif etmişdilər. Bu dəfəki sənədin qrafik xülasəsinin ayrıca təqdim olunması, sağlam əməkdaşlığın təntənəsi və özü də parlamentarizmin mühüm vacib hissəsi olan Hesablama Palatasının Milli Məclisimizə ehtiramının bariz göstəricisidir. Palatanın məruzə dövrü üzrə fəaliyyətinə gəlincə, hesabat o qənaəti bölüşməyə imkan verir ki, qurum müvafiq dövr ərzində fəaliyyətini qanunçuluq, müstəqillik, kollegiallıq, şəffaflıq, obyektivlik, ədalətlik və peşəkarlıq prinsiplərinə əsaslanaraq qura bilmişdir. O cümlədən hesabat periodunda çox saylı maliyyə nəzarət tədbirləri, həmçinin strateji plan üzrə 2 yekun, 9 aralıq nəticə, 153 tədbir və 348 mərhələ Palatanın təşkilati və funksional müstəqilliyinin qorunaraq qanunla müəyyən edilmiş qaydada kənar dövlət maliyyə nəzarət tədbirlərinin həyata keçirilməsi fəaliyyətində qanunsuz müdaxiləyə heç bir halda yol verilmədiyini göstərir. Bu da çox normaldır, çünki son nəticədə hədəf maliyyə intizamının gücləndirilməsidir. Eyni zamanda məhz bu fəaliyyət Palataya imkan verir ki, maliyyə nəzarət fəaliyyətinin planlaşdırılması məqsədi ilə mütəmadi təhlillər aparsın, dövlət maliyyə idarə etməsinin və dövlət maliyyə nəzarətinin həyata keçirilməsinin təkmilləşdirilməsi, həmçinin dövlət vəsaitindən və digər dövlət əmlakından səmərəli və məqsədyönlü istifadə ilə bağlı tövsiyələr versin. İndiki məqamda bu xüsusilə həyata əhəmiyyətlidir, çünki Azərbaycan üçün yeni bir dövr başlayıb. Möhtərəm Prezidentin müzəffər liderliyi altında qazanılan hərbi siyasi qələbələrin nəticələri artıq digər sferalara transformasiya olunmaqda, hətta iqtisadi reallıqlar bu situasiyaya uyğunlaşmaqdadır. Bugün biz Livan ölçüdə bir ərazinin sıfırdan ən müasir standartlara uyğun rifah və təhlükəsizlik vəd edən şəraitdə qururuq, üstəlik öz gücümüzə. Belə bir məqamda dövlət büdcəsinin hər qəpiyi qiymətlidir və bu mənada maliyyə nəzarəti tədbirlərinin gücləndirilməsi, bu sahədə şəffaflığın təmin olunması istiqamətində Cənab Prezidentin qəti iradəsinə şahidlik etməkdəyik. Düzdür, bir sıra hallarda kimlərinsə bizə şəffaflıq yaxud maliyyə intizamı barədə dərs keçmək cəhdlərinə şahidlik edirik. Amma istər qərb dairələri, istər daxildəki radikallar bir özlərinə baxsınlar. Biden hakimiyyətinin Ukrayna siyasəti üzərindən 200 milyardlıq korrupsiya əməlləri bütün dünyaya faş oldu. Yaxud Demokratlar Senatının anti-Azərbaycan mövqeyli neçə nümayəndəsi, başda senator Menendez olmaqla hansı korrupsiya cinayətlərində qarışdığını məhkəmə qaydasında artıq təsbit edildiyini görürük. Yaxud Avropa Parlamentinin vitse-spikeri, deputatları ətrafında korrupsiya qalmaqalları hər kəsə bəllidir. Belə olan halda hansı üzlə Azərbaycanda maliyyə şəffaflığı barədə danışa bilərlər? Yaxud ölkə daxilində antimilli ünsürlər. Əli Kərimov yanında mühafizəçi ordusu saxlayır, hamısı da açıq formada pozucu təxribatçı. Gündə bir bəyanat verir ki, filan mühafizəçim saxlandı. İndiki dövrdə heç bir yerdə işi gücü olmayan bir adam hansı əsaslarla, ictimai əsasla mühafizəçilik edir? Sən hansı pulla saxlayırsan o mühafizəçiləri? Yaxud şəffaflıqdan yazan dırnaqarası jurnalistlər vardı ki, bugün istintaq onların hansı korrupsiya mexanizminin iştirakçılı olduğunu üzə çıxarır. Yəni, bütün bunlara aydınlıq gətirilməlidir öncə. İdarəetmə sistemindən şəffaflıq tələb edənlərin özlərinin fəaliyyətində şəffaflıq olmalıdır ki, danışmağa dilləri olsun. Mən bir daha deyirəm, Azərbaycan dövləti maliyyə intizamının şəffaf idarə etmənin tam tərəfdarıdır və bütün nəzarət mexanizmlərinin effektiv fəaliyyəti üçün mexanizmlər işləkdir və işlək də olacaq. Biz bu məsələyə milli təhlükəsizlik konsepsiyamızın vacib hissəsi kimi baxırıq. Dövlət başçımız kölgə iqtisadiyyatının minimuma endirilməsi, özəl və dövlət sektorunda şəffaflıq səviyyəsinin ən yüksək standartlara çatdırılması, iqtisadi idarə etmədə müasir korporativ davranış mədəniyyətinin tətbiqinin genişləndirilməsi və təşviqi, korrupsiya ilə mübarizənin gücləndirilməsi, yeni çağırışlara cavab verən müasir dövlət qulluğu sistemi və etikasının formalaşdırılmasını ciddi hədəf kimi müəyyən edib. Bilirsiniz ki, Cənab İlham Əliyevin zamanında uğurla həyata keçirdiyi tədbirlər, o cümlədən dövlət başçımızın bir sıra ölkələrin bacarmadığı, neft-qaz ehtiyatlarının sözün əsl mənasında milli sərvətə, milli kapitala çevirməyə bacarması bizə iqtisadi və maliyyə müstəqilliyi təmin etmişdir. Cənab İlham Əliyevin ötən ilin fevralın 14-də baş tutmuş andişmə mərasimində bu zaldan da ifadə etdiyi kimi sağlam maliyyə sistemimiz bizə imkan verir ki, müstəqil siyasət aparaq. Nəticə itibarilə bugün biz heç kimdən asılı olmayan Azərbaycanın inamla, uğurla inkişaf etdiyinə və şahidlik edirik və bu hesabatın nəticələri də bir daha onu deməyə əsas verir ki, yolumuz uğurla davam edəcək. Sənədi dəstəkləyirəm və müsbət münasibətimi ifadə edəcəm. Çox sağ olun.